Salam gənclər, bu videomuzda biz sınaq 2 ilə əlaqəli olan sualların izahına baxmış oluruq. Vaxt itirmədən ilk sualdan etibarən başlayaq. Aşağıdakilərdən hansı həyat, burada vergül olmalıdır. Həyat pozan istifadə etmədən rəsm çəkmək sənətidir. Cümləsinə mənaca ən yaxın olandır. İndi dostlar, həyat pozan istifadə etmədən rəsm çəkmək sənətidir. Yəni bu başa düşmək istəyiriksə belə anlayacağıq. Yəni qısacası həyatda nə ediriksə, bir növ onları artıq geri qaytarmaq mümkün deyil. Artıq baş verib, durub silə bilmərik. Yəni keçmiş keçmişdə qalıb. Yəni bu insan həyatı bir rəsm kimi rənglidir demək deyil. Niyə? Çünki burada pozan, daha çox, yəni pozan istifadə etmədən rəsm çəkmək deyir bizə. Yəni pozan da məqsədi nədir? Nələrsə silmək. Yəni pozan istifadə etmədən deyirsə, deməli nələrsə silə bilmirik. Ona görə burada rəngarəngi yox, daha çox keçmişdə olan hadisələr və s. bunların qaytarılmaması kimi bir şey başa düşməliyik. O səbəbdən D variantı daha uyğun gəlir. Yaşanan hadisələri geri qaytarmağın yolu yoxdur. Yəni baş verib, artıq pozanla gedib onu poza bilmərsən. 2. Kamal, Səlim, Ramin, Bəhram və Kənanın öz stolları var. İndi deməli 5 nəfərimiz var. Kamal, Səlim, Ramin, Bəhram, bir də Kənan. Kamalı çığlı yazaq, Kənan da elə. İndi nə deyir bizə? Deyir ki, Kamal və Kənanın stollarının üstündə kompüter var. Deməli, Kamal'la Kənanın stollarının üstündə kompüter var. Burada yazıram komp. Bu şəkildə qeyd edirəm ki, bilim ki nədir. Digərlərində isə ancaq kitabçalar var. Digərlərində isə ancaq kitabça var. Kitabça var. Bunu yazdım bu şəkildə. Sonra deyir, Ramin və Kamalda həm təlimat, həm də yaddaş kitabçaları var. Ramin və Kamalda həm təlimat, həm də yaddaş kitabçaları var. İndi bu şəkildə qeyd edirəm ki, Kamalda deməli həm təlimat, həm də yaddaş kitabçası var. Eyni şey kimə də aiddir? Ramində də kitabça olaraq həm təlimat var, həm də yaddaş kitabçası var. Bunu qeyd edirəm. Qalanlarında isə ancaq yaddaş kitabçası var. Yəni qalanlarında burada da yaddaş kitabçası, bunda da yaddaş kitabçası, bunda da yaddaş kitabçası var. Bu şəkildə yazdım. İndi deyək ki, Kamal və Bəhramın stolları taxtadandır. Qalanları isə taxtadan deyil. Kamalla Bəhramın stolları, Kamal deməli stolu taxtadandır, bir də Bəhramın stolları taxtadandır. Bu şəkildə qeyd elədim. İndi deyək kimin kompüteri taxta stolun üstündədir? Baxıram ki, taxta olan 2 nəfər var idi, Kamalla Bəhram, bir dənə də Kamalda var idi deyə kompüter, deməli Kamalın. Yalnız Kamalın olacaq, cavab olacaq Y variantı. Keçdik 3 nömrəli sualımıza. 3 nömrəli sualda bizdə deyir ki, qanunyuğunu müəyyən edib doğru olan variantı tapaq. İndi müəyyənləşdirək. Baxıram ki, ox sağa baxır, yuxarı baxır, sola baxır, növbə hara çatdı? Oxun aşağı baxmasına. Oxun aşağı baxmadığı variantları atıram. Sonra burada biz qara kvadratın, ağ kvadratın yerləşməsinə baxırıq. Bu necə hərəkət edir? Saat əqrəbin əksinə. Düzdür, 90 dərəcə. Bax, yuxarıdaydı, sola keçdi, aşağıdadır, indi hara keçməlidir? Sağ tərəfə. Qara kvadratımız olmalıdır sağ tərəfdə. Qara kvadratın sağ tərəfdə olduğu bir dənə variant var, o da A variantı. Yəni heç çətin şəkildə düşünmədən sualımızın variantını da bu şəkildə icra eləmiş oluruq. Keçdik 4 nömrəli suala. Qanuna uyğunluğu müəyyən edin, sualın variantını tapın. Burada 2 dənə işarə gördüyümə görə variantlarda buradan başa düşürəm ki, burada mütləq şəkildə müəyyən bir hecalarla hərəkət icra olunub. Ona görə belə heca məntiqi ilə hərəkət edərək sualımızı tapmağa çalışacağıq. İndi baxın, bizdə burada bizə kömək eləyəcək ən ideal yol hansıdır, ona fikir verməliyik. Və onun köməkliyi ilə də sualımızın cavabını əslində bir növ müəyyənləşdirmiş ola bilərik. Baxın, ən rahat üsul nədir? Fikir versəz, sobanın son hissəsi birində var. Balanın son hissəsi birində var. Lalənin son hissəsi birində var. Ləkinin son hissəsi birində var. Amma kimə sözünün son hissəsi heç kəsdə yoxdur. Deməli, elə bir kod olmalıdır ki, onun sonluğu başlanğıcda olmamalıdır. Baxın, qara üçbucağı başlanğıcda görürəm. Deməli, bu deyil, kiməyə uyğun gəlir. Qara kvadratı başlanğıcda görürəm. Deməli, B variantı da deyil. Sonra, məsələn, ağ dairəni başlanğıcda görürəm başqasında. D variantı da deyil. Və yaxud da biz burada diqqətli şəkildə baxsaq, A kvadratı birinin başlanğıcında görürəm. Bu deyil. Amma cavab C variantıdır. Niyə? Çünki qara dairəni biz heç kəsin başlanğıc hissəsində görmürük. Mənlə başlayan nəsə yoxdur. Bax, bundan başa düşürəm ki, C variantı deməli kiməyə uyğun gəlir. Yəni, rahat düşünməlisiniz.
bu olacaq bizdə C variantı. 5-ə gəlirik. Halqalardan hansının yerini dəqiqliklə müəyyənləşdirmək mümkündür? Olduqca maraqlı sual tipidir və vacib suallardan biridir. Şəkil analizinə aid bir sualımız idi dostlar. İndi biz bu tipli suallarda nə deyirik? Deyirik hərəsindən neçə dənə xətt keçir yazırıq. 4, 3, 5, 4, 4, 4, 5. Burada da 3 dənə xətt var. Gəlirəm aşağıda. 4 dənə xətti var, 4 dənə xətti var, 4 dənə xətti var, 3 dənə xətti var. Sonra 5 dənə xətti var, 5 dənə xətti var, 4 dənə xətti var, 3 dənə xətti var. Baxın, görürəm ki, heç birinə tək sayda yoxdur. Ona görə bunu bu şəkildə sürətli tapa bilmirəm. Onda biz nəyə gedirdik? Koordinatlara. Baxın, 3 nömrəli, yəni 3 xəttdən ibarət olan C-nin koordinatı nədir? 2 dənə 4-ə birləşib, 1 dənə 5-ə. Koordinatda getməyimin məqsədi nədir? Çünki koordinatları bir-birindən fərqli olsa, bizim həmin o dairələrin, biz avtomatik olaraq onu müəyyənləşdirə bilərik. Digər 3-ə də baxıram ki, 4-ə və 5-ə birləşib. Baxıram ki, 2-3 xətlinin də koordinatı eynidir. 2-3 xəttin koordinatı da eyni olduğuna görə biz bununla davam eləsək sualın cavabını səhv tapacağıq. Yəni dəqiqləşdirə bilməyəcəyik. Ona görə keçsəm indi 4 xətlərə. Bax 4 xətlərdən fikir versəz, birinci D-dan başlayaq. Baxın, 3-ə birləşib, 3-ə birləşib, 2 dənə 3-ə birləşdi. 5-ə birləşib, 5-ə birləşib, 2 dənə də 5-ə birləşib. Bax bu 4 xəttin kodu budur. Bu biri 4 xətliyə baxıram. 1 dənə 3-ə birləşib, 2 dənə 4-ə birləşib və 1 dənə də 5 xətliyə birləşib. Fikir versəz artıq bunların koordinatları bir-birindən fərqlidir. Keçəm digər 4 xətliyə. 1 dənə 3-ə birləşib, 1 dənə 5-ə birləşib, 2 dənə də 4-ə. Yəni Y ilə eyni oldu koordinatı. Və bir dənə bu qaldı. Baxın 4-ə birləşib, 4-ə birləşib. Baxıram ki 5-ə birləşib, 5-ə birləşib. Yəni fikir versəz, bizdə 4 dənə 4 xətlidən ikisinin koordinatı tamamilə fərqlidir. Deməli biz bunları dəqiq tapa biləcəyik. Gəlirəm dəqiq tapacağım yerə. Məsələn, bu 4 xətliyə baxıram. 3-ə birləşib, 3-ə birləşib. 2 dənə 3-ə birləşib. Deməli 2 dənə 3-ə birləşən bir dənə D-dır deyə D-nı yazdım bura. Fisyo. Sonra baxıram bu 1 dənə 3-ə birləşib. Bizə lazımdır digərini tapmaq üçün 2 dənə 4-ə, 2 dənə 5-ə birləşən. Baxıram ki 2 dənə 4-ə, 2 dənə 5-ə birləşən hansıdır? Baxıram bu 4-də 3-ə birləşib. Deməli bu 4-lər deyil. Qalır geriyə hansı bir dənəsi? Daha doğrusu bu 4 olacaq. Niyə? Çünki bu 5-ə birləşib, bu 4-ə birləşib, bu 4-ə birləşib, bu 5-ə birləşib. Digəri isə bu hissədə olacaq. Həmin hissəyə də hansı hərf düşür? Təbii ki, B hərfi düşür. Deməli, dəqiq tapacağım 2 dənə hərf qalır. D və B hərfləri. D və B hərfləri də variantlarda eyni anda görünə bilməz. Səbəb çünki bu sualın məqsədi nədir? Deyir ki, hansı dəqiq tapılacaq? Bir dənəsini tapmalıyıq. İkisi də olsa, ikisini də variantda verirsə, bu sual səhv sayılır. İndi D hərfi də hansı variantdadır? A variantındadır. Cavaba yazdım. Gəlirəm 6-ya. Bizdə belə bir sudoku verilib. Sudokunu hərflərdən istifadə edirik, tamamlamalıyıq və sual işarəsində nə düşür? Onu müəyyənləşdirməliyik. Sudokda bilirik ki, sətir və sütun üzrə bizim təkrarlanmalar olmamalıdır. İndi bunun məqsədi, bu məntiqlə hərəkət edir, sualı icra eləməyə çalışaq. İndi dostlar, gəlirəm ilk olaraq nə? Məsələn, mən görürəm ki, bizim deməli, baxın, bu sütunda M var, bu sütunda M var. Bu sütuna da M yazmaq istəyirəm. Buraları mən M yaza bilmərəm, çünki artıq M həmin bizim blokda var. Sonra burada yaza bilmirəm, bu blokda da var. Qalır hara? Aşağıdakına. Aşağıda da sual işarəsini yerinə yaza bilmərəm, çünki M eyni sətirdədir. M-in yeri bir dənə qalır bura. Bax, M-in yerini yazdım həmin nöqtəyə. Sonra başqa nəyə fikir verə bilərik burada dostlar biz? Məsələn, bura yazdıq M. Keçirəm digər hərfləri yenə yerləşdirməyə çalışmaq. Məsələn, bu bloka 3 dənə yazıblar. Qalıb hansı hərflər? K, L və T. Fikir versiniz, mən bura T yaza bilmərəm, çünki T var. Bura yaza bilmərəm, T var. Bir dənə qalır T bura. Qaldı K-nan L. K burada var deyə bu sətrə yazılmır. Bura L yazılır, K da qalır hara? Sadəcə bura. Onda deməli, bu sətirdə bir dənə qalıb L hərfi, bu sətirdə qalıb bir dənə R hərfi. Bunları da tapdıq. Bu blokda dolanda K, L, N, R, T var, M yoxdur. M-i də gəldim, yazdım bura. Fikir versəniz, M-i biz tamamilə bitirdik. M-in bütün dəyərləri və s. hamısı yazılmış oldu. Keçirəm indi nəyə? Digər hərfləri tapmağa, sual işarəsində nə düşə bilər, nə düşə bilməz? Təbii ki, onları müəyyənləşdirməyə dostlar. İndi ilk olaraq diqqətlicə baxsaz, görürsünüz ki, dostlar, məsələn, bura biz L yazmışıq bu sütuna.
Burada el yazmışıq. Bu sütunda da el olmalıdır. Zaten bir dənə el qalıb yaza bilmədiyimiz. Həmin eli mən yaza biləcəyim yer dostlar gəlib düşəcək. Baxın, bu hissəyə yox da bu hissəyə. Niyə? Aşağılara yaza bilmərəm, el iştirak edib. Ona görə yuxarıda qaldı. Və fikir versiniz, bir dənə bu sütunda el yazmamışam. Bu sütunda da el yazmayadığım yer buralar ola bilməz. Niyə? Çünki el iştirak edib. Sonra buralarda zaten hərflər var. Elin bir dənə yeri qalır hara? Sual işarəsində. Deməli, cavab kimi D variantını götürmüş olacaq. Deməli, sual işarəsinin yerinə el düşdü. Keçirik növbəti suala. 7-yə doğru açılışı müəyyənləşdirəcəyik bu şəklə əsasən. İndi yadınızdasa ilk olaraq fəza fiqurlarında həmişə biz deyirik ki, qarşı üst söhbətinə baxmalıyıq. Qarşı üst söhbət də nədir? Aralarında bir üz olanlar. Məsələn, A ilə I qarşı üzdür. Və qarşı üzlər bizə niyə lazımdır? Çünki biz deyirik ki, qapalı vəziyyətdə qarşı üzlər yanaşı gələ bilməz. R ilə M-dir qarşı üz və burada baxıram O ilə da B-dir qarşı üz. Aralarında bir üz olanları yazdım. Deməli, variantlarda biz eyni anda bunları görə bilmədik. Məsələn, Y-də R ilə M-i eyni anda verib. Y variantını atmış oldum. Başqa görürəm ki, hər hansı bir variant ata bilmirəm. Keçirəm başqa nə? Nələr bizə kömək eləyəcək? Təbii ki, sualı müəyyənləşdirməkdir. İndi sualı cavabını tapmaq istəyəndə görürəm ki, bizdə A-nın alt tərəfi kimə baxır? R-ə baxır. Şəkil münasibəti deyə bir şey var. Yadda saxlayın, şəkillərin münasibəti nə qədər olur olsun dəyişməyəcək. A-nın altı R-ə baxırsa dostlar, deməli bizdə qapalı vəziyyətdə də A-nın altı R-ə baxmalıdır. Amma baxıram ki, burada A-nın altı kimə baxır? M-ə baxır. B variantı rahat bir formada silinmiş oldu. Sonra başqa görək hansı variantı göndərə bilirik. Məsələn, C variantı da səhvdir. Niyə? Biz məsələn rahatlıqla B-ni kəsib, baxın bu hissə gəlib buraya yapışdığına görə B-ni kəsib buraya yerləşdirə bilirik. İndi B-ni kəsib oraya yerləşdirəndə görürəm ki, məsələn A-nı bu tərəfə çevirsəm, bu oturacaq bura və A bu vəziyyətdə dayanacaq. Amma məsələn burada baxıram ki, A-nın baş hissəsi dəyir B-yə. Bu da səhvdir. Və yaxud da A-nın alt tərəfi R-ə baxır. Amma burada A-nın yan tərəfi R-ə baxır. C variantı ona görə səhvdir. Qalır sadəcə bir dənə ya A variantı, ya da D variantı. İndi hansı doğrudur? Təbii ki, onu müəyyənləşdiririk. Belə müəyyənləşdirəcəyik. Bizdə şəkildə görürük ki, bizə A variantı üçün I gəlməlidir hara? M-in altına. I-ni M-in altına gətirmək istəyəndə I bu vəziyyətə gələcək. Bir dəfə də şey eləyəndə təzədən bu vəziyyətə gələcək. Və baxın, I-nin üstündə M olanda o sol tərəfdə yerləşir dostlar. Amma burada I-nin üstündə M olanda o sağ tərəfdə yerləşib. Deməli A variantı səhvdir. Qalır cavab kimidir. Həqiqətən D-ni yoxlamaq istəyiriksə, baxıram ki, şəkildə nə deyir? R-in üstündə O varsa sağda I olmalıdır. R-in üstündə O-nu görmək üçün dostlar, sol tərəfdən baxıram. Oxun istiqaməti yuxarını bildirir. R-in üstündə O varsa, həqiqətən sağ tərəfə kim düşəcək? I düşmüş olacaq. Cavab kimi D variantı doğrudur. 8. Bir nəfər düz bir sahədə bir nöqtədən bərabər addımlarla 10 addım şərqə. Deməli, bir nəfərimiz var. O adamı burada çəkək. Aha. Bərabər addımlarla 10 addım şərqə gedib. Şərq hansı tərəfdir? Sağ tərəfdir. İndi şərqə 10 addım gedib. Gəldi bura. Sonra 20 addım cənuba. Cənub aşağıdır. 20 addım gəldi bura. Sonra 30 addım qərbə. Qərb sol tərəfdir. Gəldi bura. Və son olaraq da 40 addım şimala hərəkət eləsə, 40 addım da buradır. Deyir, bu şəxs ilk olduğu nöqtənin hansı tərəfində olar? Demək, ilk olaraq bu nöqtədə idi. Son olaraq gəldi bu nöqtəyə. İlk olduğu nöqtədən baxıram ki, hansı tərəfdə yerləşir? Şimal, qərb tərəfdə yerləşir dostlar. Cavab kimi ona görə Y variantını götürmüş olurum. 9-11-ci suallar aşağıdakı mətnə əsasən cavablandırılmalıdır. İndi deyək ki, bura yaxşı açıq sahə var, elə burada yazaram. 9 nəfər müəllim var. Z, Y, X, W, V, U, T, S və R. Bunları 3 dənə seminarda iştirak edəcək. Seminarları yazıram bura A, B və C seminarları. İndi yazdım. Deyək ki, hər bir müəllim yalnız bir seminarda iştirak etməlidir. Bu müəllimlərin seminarda iştirakçılarına dair aşağıdakı şərtlərimiz mövcuddur. İndi o şərtlərimiz nədir? Təbii ki, ona baxaq. A seminarında, B seminarından bir nəfər artıq iştirakçı olmalıdır. Yəni, bu nə deməkdir? Tutaq ki, B-də 3 nəfər varsa, A-da 3 plus 1, 4 nəfər olmalıdır. Ona görə bunu belə yazacağım. Bu şəkildə üst hissəsində. B-də X nəfər varsa, A-da
x plus 1 iştirakçı olacaq. Bu cümləni yazdıq. Z, Y, X-dən heç biri A seminarında iştirak edə bilməz. Deməli, biz A seminarında Z, Y, X-i görə bilmərik. İcazəsi yoxdur. V, W və U-dan heç biri B seminarında iştirak eləmir. W və U da B seminarında iştirak eləyə bilməz. T, S, R-dən də heç biri C-də iştirak elə bilmir deyir. Yəni, bax, dediklərini yazıram bura. Bax, 9 hərfimiz var. Z, Y, X, W və U, T, S, R. Dediyi hamısını yazdım. İndi gəlirəm. B seminarında yalnız T və Z iştirak edərsə, C seminarında 9 müəllimdən neçəsi iştirak edir? B seminarında yalnız T və Z, yəni 2 nəfər iştirak eləsə, dostlar, A seminarında avtomatik neçə nəfər iştirak eləmədi? Bir vahid artıq olan 3 nəfər. Elədi 5 nəfər. Bizdə də 9 müəllim var. Deməli, C-yə neçəsi qalır? 4-ü qalmış olur. Deməli, 9 nömrəli sualın cavabı oldu B. 9 iştirakçıdan ən azı neçəsi seminarda iştirak eləyə bilər? 9 iştirakçıdan ən azı neçəsi seminarında iştirak edə bilər? İndi görə bu hansı seminardır? Məsələn, bunu düşünək A seminarı kimi. Ən az neçəsi A seminarında iştirak edə bilər? Dostlar, A seminarında ən az iştirak eləyəcək 2 nəfər. Niyə? Çünki B seminarında elə düşünün ki, X 1 nəfər iştirak eləyir. Onda A seminarında 2 nəfər iştirak eləyəcək. C-yə də qalacaq 6 dənə. Ona görə cavab kimi D-ni götürürük. Və 11-də deyil, B seminarında iştirak edən yeganə müəllim R olarsa, aşağıdakılardan hansı A seminarında iştirak edə bilər? Deməli, B seminarında yalnız və yalnız R iştirak edib. Yəni 1 nəfər. İndi bu məntiqlə deməli A-da 2 nəfər iştirak eləyəcək. C-də də olacaq 6 nəfər. Və bilirik ki, dostlar, Z, Y, X A-da iştirak eləyə bilməz. Z, Y, X avtomatik ara qaldı. Bu tərəfə qaldı, C-yə. A-da amma iştirak eləyənlər də kimlər olacaq? Bizə nə demişdi? C-də iştirak eləyə bilmir. T, S, R. T, S, R iştirak eləyə bilmirsə C-də, B-yə də yaza bilmirəmsə, R-i bura yazmışam. Bir dənə qalır T, S. Deməli, A-da iştirak eləyənlər kim olacaq? T və S. Cavab oldu. Qarışıq Y variantı. O niyə sual elə qarışıq düşüb? Bilmirəm. 12. Qaynaqlıq müəyyən edib doğru variantı tapaq. Burada təbii ki, biz şəkillərin hər bir hissəsinə baxsaq sualı taparıq. Baxıram ki, başı dairədir, kvadratdır, ovaldır. Oval, dairə, kvadrat. Kvadrat var, oval var, dairə yoxdur. Deməli, birincinin başı dairədir. C getdi, Y getdi, B getdi. Sonra əllərin vəziyyətinə baxa bilərik. Əllərin vəziyyətinə baxıram ki, qapalı, açıq, irəli. Yox, belə eləyək də bunu. Məsələn, aşağı, açıq, yuxarı. Açıq, yuxarı, aşağı. İndi yuxarı var, aşağı var. Kim yoxdur? Açıq yoxdur. Deməli, bizdə açıq olmalıdır. Cavab oldu A variantı. 13. 13 nömrəli sual əslində elədiyimiz tiplərin demək olar eyni variantıdır. Sadəcə burada 3-sü görürük. Deməli, baxın, qara plus ağ plus qara. Yəni, 2 dənə qara plus 1 dənə ağ verəcək bizə ağ rəngi. Sonra, məsələn, baxıram ki, yenə 2 qara həqiqətən üstə gələ ağı verir. Ağ, ağ, ağ. Nə verdi? Qara verdi. Deməli, 3 dənə ağ verəcək bizə qara rəng. Bunu da yazdım. Sonra baxıram ki, ağ, qara, ağ. Nə verir? Ağ verir. Deməli, 2 dənə ağ plus qara da ağı verəcək. Və hamısı qara olanda da nə verir? Qara rəngi verir. Bax, bunları yazaraq sualı həll etməyə çalışaq. İndi ağ var, nəticə qara olub. Qara olması üçün biz bilirik ki, hər üçü ağ olmalıdır. Çünki ağ, bura qara olsa ağ olacaqdır nəticə. Deməli, buradakı hissə ağ olmalıdır. Başlanğıc hissə ağdır. B ilə Y variantını atdım. Sonra keçirəm nəyə? Qara var, nəticə ağ çıxıb. Qara olsa qara verir. Deməli, bura ağ rəngi olmalıdır. Bu hissə ağ rəngi olanda Z variantı deyil. Qaldı cavab kimi ya A, ya da D variantı. Qara var, ağ var, nəticə ağdırsa bura da ağ olmalıdır. Və yaxud da bura da qara olmalıdır. Səbəb nədir? Çünki hər ikisi olanda qara, ağ, qara, ağ, qara. İkisində də bizə nəticəni ağ verir. Ona görə burada hər hansı birini ata bilmirəm. Gəlirəm nəyə? Ağ var, nəticə qaradır. Deməli, bura ağ rəng olmalıdır ki, nəticə qara olsun. A-da qara veriblər deyə anlattım, qaldı cavab kimidir. Keçdik 14-də. Minimum KL-in cəmi neçə olmalıdır? Bunu bizdən tələb eləyir. İndi N, M, K, L. Sonu 1 ilə qurtaran bir ədəd verib. Yenə eyni ədədləri cəmləyib, amma sonu 1 ilə qurtarmalıydı. Bilirik ki, burada
2 yadda gəlib deyə bura nə düşüb? 3 düşüb. Niyə? 2 yaddanın bura gəldiyini təsirini də görə bilirik. Deməli K plus L plus M plus N verməlidir bizə 21-i. Sonu 1 ilə qurtaran ədəd kimi. 2 yaddandan gəlsin deyə bu tərəfə. İndi 21-i verəcək. Bizə K ilə L-in minimal qiyməti lazımdır. İndi dostlar, onda M ilə N də maksimal qiymət almalıdır ki, 21 cəmi vermişsin. Ona görə M ilə N 9 və 8 olacaq. 17. 17-ni 21-ə tamamlayan da hansı ədəddir? 4. Cavab kimi ona görə B variantı olacaq. 15 nömrəli sual. 15 nömrəli sualda heç çətin bir şey düşünməyinizə gərək yoxdur dostlar. Baxın, ABC ədədini PDF-ə vurublar, bu nəticə əmələ gəlib. ABC-ni F-ə vurublar, bura elə AC kimi bir şey çıxıb. Buradan başa düşməlisiniz ki, deməli F1-dir ki, həmin ədədi 1-ə vuranı özü çıxır bura. Deməli, bu məntiqlə B 6 olacaq. Niyə? 6-nı 1-ə vuranda ortaya 6 yazılsın deyə. B-ni 6 tapdım, F-i də 1 tapdım. Sonra dostlar, burada 8 nəticəsi var. 6 üstə gəlirsin neçə? 8 edir 2. P-yə də nə düşdü? 2 düşdü. Deməli, P-də 2-dir. 6 plus 1 plus 2 nəticəmiz olacaq 9. Yəni, elə əmin olun ki, sualda da bunu istəyir. Çünki digərlərini filan tapma ehtimalınız çətindir dostlar. Demək olar yoxdur. O səbəbdən bizdə sualın ən əsas fokusuna biz diqqət edəcəyik. Məsələn, burada P-nin 2 olduğunu da görmək olur. Səbəb nədir? Çünki hardan başa düşürük? P-ni 2 tapdıq biz. P-ni 2 tapandan sonra baxın, ABC-ni 2-yə vuranda həqiqətən F-in 1 olduğunu tutmaq olur. Yəni, məsələn, 563-dür, 2-yə vuranda 1000 neçə edir. Yəni, lap böyük ədəd olsun, 969 olsun. Onu 2-yə vuranda yenə 1900 ədəd edilir. Yəni, F həmişə neçə düşəcək? 1 düşəcək. Yəni, F-in 1 olduğunu burada 100% şəkildə anlamaq olur. Gəlirəm nəyə? Təbii ki, növbəti suala. Deyir ki, grapefruit, meyvə, kompot, içkim. İndi dostlar, grapefruit meyvələrdən biridir. Bundan kompot hazırlayırlar, içkim kimi də içirsən. Avtobus nəqliyyatlardan biridir. Amma avtobusdan benzin hazırlamırsan ki, A variantı getdi. Çəkik quşlardan biridir. Çəkikdən kabab bilirsən, kabab bir qonaqlıq deyil, yeməkdir. Pediatr uşaqlardan biri deyil. Sərv ağaclardan biridir. Kağız hazırlayırsan, kağızda bir materialdır. Cavab D variantı. Bina tikintilərdən biridir. Binadan memar hazırlamırsan. Cavab Y də səhvdir. 17. Anaqqramı həll edərək fərqli variantı tapın. Vulkan, zəlzələ, tsunami, daşqın. Fəlakətlərin növləridir. Y variantı isə fəlakətin özüdür. Cavab oldu Y variantı. 18. Anaqqramı həll edərək variantı tapaq. Deməli, pilləkən, fincan, stəkan, nəlbəki, boşqab. Dostlar, bunlar hər biri fincan, stəkan, nəlbəki və boşqab mətbəxdə olan qab-qacaqlardır. Amma pilləkən isə təbii ki, doğru cavabımızdır. Fərqli variantı tapın. Sangvinik, melanxolik, flegmatik, xolerik. Bunlar dostlar olmalıdır o insan temperamentinin 4 dənə növü. Evristik isə bunlardan tamamilə fərqli olan bir anlayışdır. Bu da Yunanca olan bir anlayışdır dostlar. Mürəkkəb problemlərin həlli üçün, qərarların qəbul edilməsi üçün belə optimal həll olmasa belə tez sürətli bir həll tapırlar, tez pratik bir həll. Onlara yanaşma üsuluna evristiklik deyirlər. Belə bir şeydir. 20 nömrəli suala gəlib çatdıq. Nəhayət ki, bu sualda bizim qapalı zəncirimizi açıq vəziyyətə gətiriblər. Görək bu zəncir necə açılıb. Baxın, bu ağdan olduğunu düşünsək, məsələn, ağ, qara, ağ, qara, ağ, qara. Olduğu kimi həqiqətən olur. Amma gəlirəm bura, buradan başladığını görmürəm. Niyə? Çünki bu ağdan başlasam, bizdə başlanğıc qaradır. Səhvdir. O nöqtədən deməli başlamır. Bu ağ kimi düşünsək, məsələn, saat əqrəb istiqamətində qara, ağ, qara, ağ, qara uyğun gəlir. Amma baxıram ki, burada qaradan düşünsəm, saat əqrəb istiqamətində növbəti qara gəlməlidir. Bizdə isə ağ gəlir. Deməli, saat əqrəbinin əksinə baxıram indi prosesə. Saat əqrəbinin əksi istiqamətində baxsam prosesə, burada nə görəcəm? Məsələn, bu qaradan gəldiyimi düşünsəm, indi qara, ağ, qara, qara, ağ, qara. Qara, ağ, qara, qara, ağ, qara. Tamamilə doğrudur. Yuxarıdakı da zaten ödəyirdi. İndi bu ağdan olduğunu onda düşünə bilərim. Ağ, qara, qara, ağ, qara, ağ gəlməlidir. Ağ, qara, qara, ağ, qara, ağ gəlir. D variantı doğru olur. Rahat bir formada dostlar. Amma burada 2 dənə variant əmələ gələcək.
Niyə? Çünki Y variantı da doğrudur burada. Səbəb nədir? Ona təbii ki, mütləq şəkildə baxacaq. Məsələn, bu ağdan getdiyimizi düşünsək, ağ, qara, ağ, qara, ağ, qara. Tamamilə doğrudur. Qara, ağ, qara, qara, ağ, qara. Gedir. İndi baxın, qara, qara, ağ, ağ. Baxıram ki, xeyr, Y variantında müəyyən bir problem var. Ağla ağın yerləri dəyişik olmalıydı. Qara ağ, ona görə Y variantı səhvdir. Qalır cavab kimi D variantı. Yəni, rahat bir formada bunu D variantı kimi tapmış olduq. 21. Qatlanmış kağız açın və doğru variantı təyin edin. Qatlanmış kağızda ən ideal üsul simmetriyanı ilə ardıcıllığını özün tapmaqdır ki, ondan gedəsiz. Məsələn, baxın, bu xəttə görə simmetriya var. Niyə yuxarıda aşağı qatlar bilər? Ona görə burayla və buraya simmetrik olmalıdır. Və baxıram ki, bizdə artıq D variantı və C variantı tamamilə səhvdir. Niyə? Dairədir burada yuxarıda kəsişmə, burada 5 bucaqlı. Bu səhvdir. Bu xəttə görə simmetriya pozulur. Bu xəttə görə burada da simmetriya pozulur. Niyə? Burada 5 bucağının uc hissəsi bura baxır bu nöqtəyə, burada isə arxa tərəfi baxır. D variantı da səhvdir. Y-də də eyni problem var. Y-də baxın 5 bucaqlının baş hissəsi bura baxır, burada isə arxa tərəfi. Qalır cavab kimi yalnız A və B, əslində B variantı da səhvdir. Yenə 5 bucaqlıda eyni bir problem olur. Cavab kimi elə 21 nömrəli sualın variantı çox sürətli şəkildə A çıxdı. Heç əziyyət çəkməyimizə ehtiyac olmadı ki. Məsələn, bu xəttə görə simmetriya olacaq aşağıda. Həqiqətən baxın, buralar və buralar bir-birinə simmetrikdir. Ortada da dairə var. 22. Qanuna uyğunluq müəyyən edib, təbii ki, doğru variantı təyin edirik. Baxın, 1 ilə 2 aşağıda 5-ə birləşib. Necə eləyiblər? Götürürlər 1-in kvadratının üstünə 2-nin kvadratını gəlirlər. 1 plus 4 eləyir 5. Burada da 2-nin kvadratı 4-dür, 3-ün kvadratı 9-dur. Toplayıblar 13 eləyib. İndi 3-ün kvadratı 9, 4-ün kvadratı 16-dır. Toplayanda neçə eləyəcək? 25 eləyəcək. 22 oldu Y variantı. 23. Qanuna uyğunluq müəyyən edib, deməli, sualın yerinə nə düşəcək? Onu müəyyənləşdirmiş olaq. Baxın, burada ya çarpaz baxırsınız vəziyyətə, ya da diagonal şəklində. Məsələn, daha doğrusu alt-alta və yaxud da üst-üstə şəkildə. 8 ilə 4-ü vurublar bir-birinə 32, 7 ilə də 4-ü vurublar bir-birinə 28. Aralarında fərq 4-dür. 7 ilə 2-ni vurublar 14, 9 ilə 6-nı vurublar 54. Aralarında fərq 40. İndi 9 ilə 3-ü vururam 27, 6 ilə 4-ü vururam 24. Aralarında fərq olacaq 23 üçüncü. 24. Qanuna uyğunluq müəyyən edib doğru variantı təyin eləmiş olaq. Baxın, kvadratın üstünə 3 gəliblər 8 elib. Deməli, kvadrat neçədir? 5-dir. Kvadrata yazdım 5. Kvadrat 5-dirsə, dairə də 4 olmalıdır ki, 4 üstəgə 5, 9 olsun. Onda deməli, 3 bucaqdır neçədir? 1-dir. Qoyuram yerinə. 4 üstəgə 5, çıxılsın 1-i, böləcəm mən 4-ə. 8-i 4-ə böləndə neçə eləyir? 2 eləyir. 24-cü sualın cavabı oldu B variantı. 25-ə gələm. İndi deməli, burada fikir versək, 4 rəqəmlərin 3 rəqəmləməli gəlib. Buradan rahat tutmalısınız ki, deməli, burada rəqəmləri ilə əlaqəli iş görəcək. Baxın, 9 ilə 4-ün fərqi 5. 9 ilə 3-ün fərqi 6. 9 ilə 2-nin fərqi onda neçə olacaq? 7. 9 ilə 2-nin fərqi 7. 9 ilə 6-nın fərqi 3. İndi 9 ilə 1-in fərqi də ortada neçə olacaq? 8. İndi 7 ilə 2-nin fərqi 5. 6 ilə 8-in fərqi 2, 6 ilə 1-in fərqi də eləyəcək 5. 785 D variantı. Gəldik, qanuna uyğunluq müəyyən edib bu sualın da həllini tapmış olaq. Baxın, 1-dən 5-ə necə keçərəm? Üstünə 4 gələrəm. 5-dən 14-ə üstünə 9. 14-dən 30-a üstünə 16 gələrəm. 30-dan 55-ə 25 gələrəm. 55-dən 91-ə 36, 91-dən 140-a 49 gələrəm. Və fikir verin, 2-nin kvadratı, 3-ün kvadratı, 4-ün, 5-in, 6-nın, 7-nin. Növbə nəyin kvadratına çatıb? 8-in. 8-in kvadratı 64-dür. 140 üstəgə 64, bura düşür 204. Cavab oldu C variantı. 27. Qanuna uyğunluq müəyyən edib doğru variantı təyin eləyək. 92 yazıb, 74 yazıb, 46 yazıb, 22 yazıb, 18 yazıb. Görək, həqiqətən bunları bu şəkildə necə azalda gedib. Baxın, 92-dən neçə çıxan da 74 eləyir. 18. Bax, nə eləyiblər? Götürürlər 92-dən 9 vur 2-ni çıxıblar. 18 eləyib 74. 74-dən 7 vur 4 neçədir? 28. 28-i çıxıblar eləyib 46.
46-dan 4 vur 6, 24-ü çıxıblar elib 22. 22-dən 2 vur 2, 4 çıxıblar elib 18. 18-dən 1 vur 8, 8 çıxacaqlar, eləyəcək 10. 27 nömrəli sualın cavabı oldu Y variantı. 28 nömrəli suala gəlirik. Tərəzilərlə əlaqəli bir sualdır. Baxın, burada bir dənə ağ kvadratım tərəzidə bərabər olur 2 dənə romba. Gələrəm rahatlıqla ağ kvadratın yerində həmin rombları da yerləşdirə bilərəm. Birinci bu ağ kvadrat, buradakı bu ağ kvadrat apardı. İndi rombların yerinə də ağ kvadratlardan, bax 2 dənə rombun yerinə ağ kvadratı yerləşdirəm burada. Qəşəng. Bu ağ kvadrat da buradakı birini apardı. Deməli bir dənə ağ dairə nəyə bərabər oldu? Elə bir dənə ağ kvadrata bərabər oldu. 28 nömrəli sualın cavabı oldu B variantı. Amma burada həmçinin cavab kimi D variantı da çıxacaq. Çünki ağ kvadrat həmçinin nədir elə? 2 dənə romb deməkdir. Yəni bu sualda 2 dənə variant çıxmış olur. 29 qanunun müəyyən edib sualın cavabını tapaq. 85-dir. Olduğu fiqurun tərəfləri 5 dənədir. İndi baxaq görək, həqiqətən bu bizə xidmət eləyirmi, kömək eləyirmi ya yox? Baxın, 85 17-yə bölünən ədəddir. 68 17-yə bölünən ədəddir. 51 17-yə bölünən ədəddir. Deməli, burada nə eləyirlər? 17-ni vurublar bunun tərəflərinə 3-ə. Burada 17-ni vurublar tərəfləri olan 4-ə. Burada da 17-ni vurublar tərəfləri olan 5-ə. İndi burada tərəfləri 6-dır. 17-yə vursam 102 eləyəcək. Cavab oldu C variantı. 30. Tərəzilərlə əlaqəli bir sualdır. Linci məntiqi ilə olanlarda deyirik ki, ortaya 0 yazırıq. Sağ və sol tərəfə doğru 1, 2, 3 deyə addımlayırıq həmişə. Bax, elədim bunları. Və tarazlıq söhbəti var deyə sol və sağ tərəfdəki hissələr bir-birinə tarazsa bərabərləşdirəcək. Nə edəcək? Götürəcək bu 8-i vuracaq öz qoluna 2-yə, 16 üstə gəlsin. 15-i vuracam öz qoluna 1-ə. Eləyəcək 15. Bərabərdir, bu x olsun. X-i vuram 2-yə, 2x plus. 5-i də vuram 4-ə, 20. Buradan çıxır ki, 31 bərabərdir 2x plus 10-a, 20-yə daha doğrusu. 2x bərabərdir 11-ə, x də bərabər olur 5.5-ə. Cavab oldu A variantı. Gəldik 31 nömrəli sualımıza. 31 nömrəli sualda bizdə sağ tərəfdə 14, 16, 20 kimi ədədlər yazılıb. Və bizə maraqlıdır ki, burada sual işarəsinin yerində hansı ədəd yerləşmiş olacaq? Burada deməli fikir versəz, buradakı ədədlərin hər biri ikinci sütunda olan ədədlərə bölünür. 7-ni böldüm 1-ə elədi 7, vurdular 2 eləyir 14. 4-ü böldüm 2-yə eləyir 2, 2-ni vuranda 8 eləyir 16. 12-ni 3-ə böləndə eləyir 4, 4-ü vuranda 5 eləyir 20. 3-ü 1-ə böləndə eləyir 3, vuranda 4-ə eləyəcək 12. Cavab oldu B. 32-yə gəldik. Qanuna uyğunluq müəyyən edib sualın əvəzinə olanı tapaq. Çox rahat suallardan biridir. Nöqtənin solunda 16, solunda 2A yazıb. 2A-nı bərabərləşdirəndə 16-ya A eləyir 8. 3B-ni bərabərləşdirəndə 18-ə B eləyəcək 6. İndi burada 8-in kvadratı A-nın yerinə 8, B-nin yerinə də 6 qoydu. 8-in kvadratı çıxılsın 6-ın kvadratı plus 3 vurulsun 6. 64 çıxılsın 36 plus 18. Verəcək bizə 46 qiymətini. Cavab oldu D. Keçdik 33-ə. Bax, 33 tipli suallarda. Bax, nə qədər belə qarışıq görsəz belə, mənim sizə məsləhətim, bunun özü yoxdur burada. Elə öz qiymətlərini yerində yerləşdir. Bax, sol tərəf 12-dir, sol tərəfdə A olduğu kimidir. Deməli, A-nın yerinə elə 12-ni qoyursunuz. Sağ tərəf 6-dır, burada sağ tərəf 6-nı yerləşdirirsiniz. Və bərabərliyin sağında da A-nın yerinə 12-ni, B-nin yerinə də 6-nı qoyursunuz. İndi bu nəyə bərabər olur? 12, 3 vuracaq 6, vurulsun 3, bölünsün 2 plus 4 bərabər olur. Sağ tərəfə hesablasaq 6 vur 12, 72 plus 7 vur 6, 42. Neçə eləyir? 114. 114 bölünsün 3, verəcək bu tərəfi 38. İndi buradan sonra nə eləyirik? Bu 2 gedəcək, bura vurulacaq. Olacaq 12, 3 vuracaq 6, vurulsun 3 plus 4, bərabərdir. 2 vur 38, 76. 4 bura keçəndə 4 vahid azalacaq sağ tərəf. Deməli, 3 dəfə 12, 3 vuracaq 6, bərabər olacaq 72-yə. Onda bura özü neçə olacaq? 24 olacaq. Cavab oldu B variantı. 34 nömrəli suala keçid edirik. Deməli, fikir versəz, köklü ifadələr var. Adama birinci təbii ki, çaşdırıcı gələ bilər. Amma əmin olun ki, bu sualın da öhdəsindən
rahat bir formada gəlmiş olacaqsınız hər biriniz. Nə ediblər? Götürürlər. Kök altda 3-ün kök altda 2-yə vurublar. Buraya yazıblar kök altda 6. Kök altda 6-nı kök altda 5-ə vurublar. Yazırlar kök altda 30. Kök altda 30-u kök altda 2-yə vurublar. Eləyir kök altda 60. Kök altda 60-ı da kök altda 3-ə vuranda buraya yazılacaq neçə? Kök altında 180. Cavab oldu. 34 üçün A variantı. Gəldik 35-ə. 35 nömrəli sual Fəridlə bağlı bir şeydir. Fərid istirahət günləri hava şəraitinə asılı olaraq ya evdə oturub kitab oxuyacaq, ya da dostları ilə görüşəcək, ya da ki, başqa bir işlə məşğul olacaq. İndi görək şərtlər nədir? Şərt hissəsi də buradadır. Və həmin şərtə əsasən bizim Fəridin vəzifəsini rahatlıqla tutmuş olacaq dostlar. İndi gəlirəm, görürəm ki, ilk olaraq burada yalnız qar yağanda və hava küləkli olanda Fərid evdə oturub kitab oxuyur. Ya bu nə deməkdir? Yalnız qar yağanda və hava küləkli olanda dediyi, yəni eyni anda həm qar yağmalıdır, həm də hava küləkli olmalıdır ki, yalnız bu ehtimal olmalıdır ki, bizim Fərid evdə kitab oxusun. Deməli, qar yağmalıdır, küləkli olmalıdır. Bu ikisi olmalıdır ki, nə etsin? Kitab oxusun. Bunu kənarda qeyd edilir. Digərinə də deyir ki, yalnız hava günəşli və küləksiz olanda dostları ilə görüşür. Deməli, günəşli olsa və küləksiz olsa, nə edəcək? Dostları ilə görüşəcək. İndi deyir ki, verilən şərtlərə əsasən aşağıdakılardan hansını məntiqi nəticə olaraq çıxartmaq olur. Amma mütləq doğrudur deyir. Yəni mütləq doğrudur nədir? Bütün ehtimallarda ödənməlidir. İndi əgər qar yağırsa və hava günəşli deyilsə, o zaman Fərid evdə oturub kitab oxuyacaq. Xeyr dostlar, bizdə deyir ki, qar yağırsa və hava küləkli olarsa kitab oxuyacaq. İndi qar yağırsa və hava günəşli deyilsə, günəşli deyil demək o demək deyil ki, hava küləkli olacaq. Günəşli olmayan o qədər hava var ki, küləkli olmaya da bilir. Yəni iki şərt yox olduğuna görə biz deyə bilmərik kitab oxuyur ya yox, mütləq deyil. Əgər hava küləklidirsə və Fərid evdə oturub kitab oxumursa, deməli qar yağmır. Deməli, əgər hava küləklidirsə və Fərid evdə oturub kitab oxumursa, deməli qar yağmır. İndi niyə bunu doğru götürmürük? Çünki küləkli olub qar yağan zaman biz deyirdik ki, kitab oxuyacaq. Amma hava küləklidir. Bu oturmursa, kitab oxumağa oturmayıbsa, deməli qar yağma ehtimalı yoxdur. Ona görə cavab kimi B variantını götürürəm. Əgər qar yağırsa və Fərid dostları ilə görüşmürsə, deməli hava günəşli deyil. Dostlar, qar yağırsa, ümumiyyətlə qar yağanda Fərid dostları ilə görüşmürsə, başqa bir iş görə bilər. Bu o demək deyil ki, kitab oxuya bilər və yaxud da dostları ilə görüşə bilər və yaxud da filan şey olacaq. Yəni qar yağırsa və dostları ilə görüşmürsə, dostları ilə görüşmək üçün bunun iki şərti var idi zaten. Hava günəşli olmalıydı ya da küləksiz olmalı. Yəni hər ikisi olmalıydı. Həm günəşli, həm də küləksiz olmalıydı. Burada artıq qar yağırsa, buradan artıq bilir ki, dostları ilə görüşmür. Amma digər ehtimal var ki, hava günəşli deyil. Bəlkə qar yağan vaxtı günəşdə çıxıb. Yəni ola bilər. Qar yağırsa və günəşlidirsə, yenə dostlarıyla görüşməyəcək. Ona görə bu ehtimal ola da bilər, olmaya da bilər deyirik. Əgər hava küləkli və günəşlidirsə, onda Fərid dostları ilə görüşəcək. Baxıram ki, küləksiz və günəşlidirsə, dostları ilə görüşəcək. D-ni atdıq. Əgər qar yağırsa və hava günəşlidirsə, o zaman Fərid evdə oturub kitab oxuyacaq. Xeyr, qar yağırsa və hava küləkli olarsa, bunu icra edəcək. 36. Arı bilirik ki, həşəratlardan biridir. Tısbağa məməlilərdən biri deyil, sürünəndir. Kalibri quşlardan biridir, düzdür. Şir pələnglərdən biri deyil. İlan kobralardan biri deyil. Kobra ilanlardan biridir. Balina da balıqlardan biri deyil, məməlilərdən biridir. 37. Ağacın var yarpaqları. Daşın qayası yoxdur. Dilimin çörəyi yoxdur. Torpağın cilin torpağı yoxdur. Ağzın içində diş var. Amma ölkənin də dünyası yoxdur. Cavab kimi 37-dir. 38. 38 nömrəli sualda görürəm ki, bizdə nə baş verib? Baxın, diqqətli fikir versəniz, aşağıdakı fiqur sanki təkrarlanma icra edib. Yəni bizdə yuxarıdakı fiqur kvadrat ikinci şəklə keçəndə yoxalıb. Aşağıdakı fiqurun sadəcə yarısı, elə bir bu hissəsi açılıb yuxarıya doğru və ortadan xətt yığışdırılıb. Deməli, eyni məntiq olacaq. Bizdə dairə olmamalıdır qısacası birincisi. C variantını atdım. İkincisi, fikir versiniz, altdakı dairə bütöv şəkildə özü qalıb. Deməli, alt bucağımızda bütöv qalmalıdır. B variantı da getdi. Və aradakı fikir versiniz, burada xətt var idi, bu xətt yox olub. Yoxdursa, deməli, bu şəkildə də yox olmalıdır. O səbəbdən deməli, xətt də getdi. Qaldı cavab, ya-yadır. Və fikir versiniz, nə edib? Bizim bu hissə kəsilib
yuxarıya qoyulub. Deməli, bu hissə kəsilib baş aşağı şəkildə vedrə kimi bura qoyulacaq. Cavab kimi D qaldı. 39. İndi qanuna uyğunu müəyyən edib doğru variantı təyin eləmiş olaq. Görürəm ki, bizdə içəridə 3 dənə kvadrat var və bizim ortada o 3 dənə kvadrat çıxıb çölə. Çölə necə çıxıb? Kvadratlar birinci iç-içə gəlir, fikir versəz. Ondan sonra ən ortaya da 3 bucağı qoyublar. Deməli, eyni məntiqlə buradakı 3 dənə 3 bucaq da çölə çıxmalıdır. Y variantı ona görə atdım. D-ni da atıram çünki ortada da çöldə olan fiqur olmalıdır. Bax, burada çöldə 3 bucaq idi, o ən ortaya keçib. Burada da çöldə dairədirsə ən ortaya keçməlidir. Deməli, A-nı da D-ni də atıram. Qalır cavab kimi ya B, ya da ki 39 üçün C variantı. Cavab B olacaq. Niyə? B-də çünki mərkəzdə dairə var. Yaxşı görünməsə belə. Deməli, baxın, bu 3 bucaqdır. Bu 3 bucağın içində başqa bir 3 bucaq, bu 3 bucağın içində də başqa 3 bucaq. Sonra da ən mərkəzdə dairə olur. Cavab kimi B-ni götürürük. 40-a gəldim. Tarla, miras, iqlim, tarix və misal sözləri aşağıdakı kimi ədədlərlə şifrələnib. Miras sözü hansı ədədlə uyğun gəlmiş olacaq. Baxıram ki, 2 dənə T ilə başlayır, 2 dənə M ilə başlayır, 1 dənə I var başlanğıcda. Baxıram 2 dənə 4 ilə başlayır, 2 dənə 5 ilə başlayır, 1 dənə 2 ilə başlayan var. Deməli, 2 ilə başlayan elə hansı sözdür? İqlim sözdür. Yazıram bura 23, 124. Həqiqətən I-yə 2 düşdü. Deməli, M-lər oldu 4. Bütün M-lərə yazıram 4-ü. Q'lar oldu 3, L'lər oldu 1, L'lərə 1 yazıram. L'lərə 1 yazdım. Deməli, baxın, misal sözü 4-dən başlayıb 1 ilə bitəcək. 4-dən başlayıb 1 ilə bitən A variantıdır. Deməli, 42891 bura oldu. C variantda iqlimdirsə, deməli, 42798-də kimə qalır avtomatik? Miras sözünə qalır. Həqiqətən S8 idi, 8 oldu, A9 idi, 9 oldu, I2 idi, 2 oldu. Tarla sözünə və tarix sözünə indi nə düşür? Tarla sözünə düşəcək 59719 və tarix sözünə də düşür 59726. Cavab kimi oldu bizim sualın variantı. Təbii ki, B variantı. Miras sözünü soruşduğuna görə. 41. Tetraedrin 4 dənə üzü verilib. Daha doğrusu 6 dənə üzü verilib, açılışı verilib. Onlardan hansıları eynisinin olacaq. İndi dostlar, bu tipli suallarda çalışın bir-birinə bənzər olanlarla hərəkət eləyin. Məsələn, B ilə Y variantına baxın. Hər ikisində mərkəzdə qara dairə var, üstündə də ağ dairə. Qara dairənin üstündə ağ dairə olanda B-də sağda ağ üçbucaqdır, solda boz dairə. Amma burada baxıram ki, Y-də sağda boz dairədir, solda üçbucaqdır. Deməli, B ilə Y eyni bir açılış ola bilməz. Eyni fiqurun açılışı deyil. C-ni atdım ona görə, D-ni atdım ona görə. Gəlirəm indi başqa buna bənzər bir variant tapmağa. D-na F-ə. Baxın, ağ dairənin üstündə boz dairə olanda burada solda qara, sağda üçbucaq. Ağ dairənin üstündə həqiqətən boz dairə olanda solda üçbucaq, burada isə sağda qara dairədir. Amma yerləri dəyişikdir. D ilə F də deməli eyni anda variantda görünə bilməz. Zaten görə də bilmirik. Bu da bu şəkildə. Qaldı cavab kimi A, B və Y variantları. İndi gəlirəm məsələn B variantı ilə Y variantını elə bir F variantını daha doğrusu bir-birinə müqayisə eləmək. Deməli, tetraedrlərdə hərəkət biraz sərbəst olur. Məsələn, qara dairənin üstündə ağ dairə görürəm. Burada da qara dairənin üstündə ağ dairə görə bilirəm. İndi yadda saxlayın. Bu gəlir, olduğu kimi bura yapışa bilir. Boz dairə gəldi bura. Sağ tərəfə deməli kimi düşdü? Boz dairə. Amma burada baxıram ki, qara dairənin üzərində ağ dairə olanda sağ tərəfdə kim olur? Üçbucaq olur. Deməli, B ilə də F eyni anda variantlarda ola bilməz. O zaman deməli, Y ilə F eyni bir tetraedr imiş. Bu şəkildə görə bildik. Yoxlaya bilərik. Həqiqətən qara dairənin üstündə ağ dairə olanda sağda boz dairə idi. Bizdə də sağda həqiqətən boz dairədir. Y ilə F eyni sinifdədir. Y ilə F eyni sinifdədir. Və buradan artıq başa düşürəm ki, cavab kimi A variantı çıxır. Niyə A ilə də C bu sinifə daxil olur? Təbii ki, bunu da araşdırmaq mütləq vacibdir. İndi gəlirəm o araşdırma hissəsinə. İndi necə eləyəcəm? Götürəcəm. Y ilə elə hamısını müqayisə eləyəcəm. Y, F-i götürdük. Və o şəkildə sualımızın cavabımızı da tapmış olacaq dostlar. İndi boz dairənin üstündə qara dairə olanda ağ dairə baxın gəlib kəsir bura. Sağa keçmiş olur. Deməli bizdə də eyni məntiq olmalı. İndi baxıram ki, boz dairənin üstündə qara dairəni görmək üçün biz bu tərəfdən baxmalıyıq. Bu tərəfdən baxanda həqiqətən ağ dairə sağ tərəfə düşmüş olur dostlar. Ona görə C variantı da bunlara aid olur. A variantına da gəlsək, baxın,
Boz dairənin üstündə ağ üçbucaq olanda solda olmalıdır ağ dairə. Boz dairənin üstündə ağ üçbucaq olanda həqiqətən baxın, ağ dairə gəlib solda olur. A ilə də C eynidirsə, deməli bu dördü bir-birindən eyni olacaq. 42. Ağ və qara kərpiclərdən tikilmiş divarda 7 kərpic çatmır. İndi 3 dənəsi lazımdır ki, bizə bu kərpici tamamlamış olaq. İndi kərpicin məntiqinə baxıram. Nətərdir? 2 ağ, 1 qara, 2 ağ, 1 qara, 2 ağ, 1 qara, 2 ağ, 1 qara. Bax bu şəkildə gedir. İndi 1 qara var, 2 ağ var, 1 qara, 2 dənə ağ olmalıdır. Sonra qara gəlməlidir. Deməli, bura tamamilə qara olmalıdır. 2 ağ, 1 qara. İndi aşağıda da ağ, qara, 2 dənə ağ, sonra gəlir növbət çatır bütöv bir qaraya, sonra 2 dənə ağ gəlir, sonra qara. Və altda da qara, 2 ağ, qara, 2 dənə ağ olmalıdır, sonra burada düşməlidir qara. Yəni, bax, bu şəkildə tamamlamalıyıq biz bunu. İndi bunu bu şəkildə tamamlamaq üçün deməli, bizə hansılar lazımdır? Məsələn, A variantını düşünsək, 2, 3, 4-ü birləşdirməyə çalışsaq. Baxın, 2-ni bura birləşdiyini düşündük. İndi 3 hansıdır? 3 baxın, gəlib birləşəcək bura. Görürsünüz ki, bir dənəsi burada qaldı, ikisi burada qaldı. 4 heç bir zaman ora gələ bilməyəcək. Deməli, A variantı deyil. Gəlirəm başqa bir varianta baxmağa. Bunu belə eləyək. Məsələn, B variantı niyə səhvdir? 1, 3, 5. Bax, 1-i qəşəng şəkildə bura yerləşdirdim. Əla, bax, 1 bura yerləşdi. 1 ora yerləşəndən sonra 3, baxın, 3'ü üçün bizdə yer yoxdur. Bu şəkildə olan bir şey yoxdur qalanlarda. Ona görə deyirik ki, B variantı da səhvdir. B variantı da səhvdir. Gəlirəm, C variantı niyə səhvdir? Ona baxaq. Bu nömrəli sual üçün. Bu neçənci sualdır ümumiyyətlə? 42. Aha. C variantının səhv olma səbəbi dostlar. Məsələn, 7-ni yerləşdirirəm bura. 7-nin yerləşəcəyi yer buradır. 7 ora yerləşəndən sonra 5 və 6 qalır. Bax, 5-i bura yerləşdirdim. 6 fikir versəz bu cürə deyil. Səhvdir, tərsinədir. Ona görə C də səhvdir. Ona görə bax, C variantında qəşəngcə silmiş oldum. Y variantı niyə səhvdir? 3'ü yenə olduğu kimi bura qoysaq, baxın, 3'ü qoydum bu hissə. Ay Allah, pozanla eləyirəmiş. Aha. Yoxdur. 3'ü bax bu hissəyə yerləşdirsəm. Bax, bura yerləşdirdim. Burada qara. Düzdür. 3'ü yerləşdirsəm, 4'ü yerləşdirmək lazımdır. Bax, bu 4'ü hara yerləşdirəcəm? Yer yoxdur. Qalır cavab kimi D variantı. Yəni, D variantını indi yerləşdirməyə çalışsaq, tamamilə səliqəli formada. Deməli, 2, 5, 7. İndi bir dənə təzdən bu fiqurları çəkim. Aha, burası qara idi. Əla. Sonra bura qara idi. Bir də bura qara idi. Aha. Səhvən sildim. İndi baxın, birləşdirməyə çalışacağım. Rahat bir şəkildə. İndi nətər eləyəcək? Baxıram ki, 2, 5, 7 demir. 2. Bunu yerləşdirmək lazımdır. 7'ni yerləşdirmək lazımdır. Bax, 7'ni yerləşdirəcəm bu formada. Bura. 7 gəldi bura. 7'ni yerləşdirdim. 2 gəldi aşağıya. 5 də baxın gəldi bu hissə. Tamamilə yerləşir. Gəldik 43 nömrəli suala. Kanuna uyğunluğu müəyyən edib doğru variantı təyin eləyək. 2, 5, 11, 23 bu ardıcılıqla gedir. Baxın, 2-dən 5 almaq üçün vurublar 2-yə, üstünə 1 gəliblər. Eləyir 11. 5'i vurublar 2, 10, üstünə 1 gəliblər, eləyib 11. 11'i 2'ye vurublar 22, üstünə 1 gəliblər 23. 23'i 2'ye vurublar 46, üstünə 1 gəliblər 47. 47'ni 2'ye vuram 94, üstünə 1 gələm 95. 95'i 2'ye vuram 190, üstünə 1 gələndə 191 eləyəcək. Cavab oldu B. 44 tipli suallarda yadda saxlayın, həmişə fiqurların neçə dənə tərəf var onu qeyd edin. 4, 4, 3, 3, 0. Və burada indi L niyə 14 alınıb? Bax, L'in 14 alınması üçün L'in birləşdiyi fiqurlara baxıblar. Kimlərə birləşib? 4-lə 3-ə. Həmin o fiqurların tərəflərini toplayıblar, vurublar saylarını 2 dənəyə. Elib neçə? 14. Ona görə içində 14 yazılır. Məsələn, C-ni yoxlayaq. C-yə niyə 21 yazıblar? 3 dənə fiqura birləşib 4 tərəfliyə, 3 tərəfliyə və dairə olan 0-a. 3 fiqura birləşib deyə vururlar 3-ə. 7 vur 3, 21 alınıb. İndi deməli bizdən M istəyir. M 3-ə birləşir, 3-ə birləşir. 2 dənə fiqura birləşib. Vurursan 2'yə eləyəcək 12. Deməli 44 nömrəli sualın variantı da olur B. 45 V plus M nəyə bərabər olacaq? Bunu müəyyənləşdirməyə çalışaq. İndi dostlar, baxın burada 2 yazıblar. Buna niyə 2 yazıblar? Onu birinci tapmalıyıq. Sonra bura 4 yazıblar. Ədədlər olan hissələr bizə kömək edəcək. Burada 4 yazıblar. İndi
Baxaq görək ki, hansı məntiq nənəsində bunlara ədədləri yazılır. Bu sualda deməli dostlar, bizim bu fiqurların hərəsinin özünün vəzifəsi var. Bunlar 1-dir. O rəngi də elə seçmişəm maşallah. Bir dənə qalınlaşdırım. Aha. Bunlar 1-dir dostlar. Bunlar isə 2 olur. İndi və bunun hər bir fiqurun 8 dənə qonşusu var kimi düşünməlisiniz. Necə? 8 qonşu dediyim nədir? Diqqətli baxın. Bunun diaqonalları da qonşu sayılır dostlar. Yadda saxlayın. İndi bax bunda 1, 1. Toplayanda neçə eləyir? 2 eləyir. Bax bu 4'ün ikisi burada, biri də burada. Eləyir 4. Məsələn bu 4'də 2 dənə 2 var qonşu eləyir 4. İndi M-də biri buradadır, biri buradadır. 2 plus 1 neçə elədi? 3 elədi. V-də 1 buradadır, 2 də aşağıdadır. Toplayanda neçə eləyir? 3 eləyir. 3 üstə gəl 3 neçə verəcək? 6'nı verəcək. Cavab oldu B variantı. 46 nömrəli sual. Sağda bir ay ərzində düyü məhsulunun müxtəlif sortlarının satışını əks etdirən diaqram verilib. Satılan düyünün neçə faizini 3-cü sort düyü təşkil edib. Birincisi yadda saxlayın, bizim dairə bütövlükdə özü sayılır 360 dərəcə. Və bu 360 dərəcə 100% sayılır. İndi bax 144 dərəcəsi burada, 144 dərəcəsi burada. 144 144 288 dərəcə eləyir. 360-ın 288-i belə getsə geriyə neçəsi qalır? 72 dərəcəsi. İndi 360 100%-dir, 72 olacaq x. X-i tapmaq üçün 72-ni 100-ə vururuq, bölürük təbii ki 360-a. Eləyir 20%. Cavab elədi Y variantı. Gəldik 47 nömrəli suala. 4 fəhlə işi 9 gündə qurtarıb, eyni işi neçə fəhlə yarım gündə qurtarır? Baxın, deməli 4 dənə fəhləmiz işi 9 günə bitirir. Bizə maraqlıdır, bəs neçə dənə fəhlə yarı günə, yəni 2də 1 günə bitirir. Baxın, rahat məntiq işlətməlisiniz burada. Özünüz də bilirsiniz ki, bir işi nə qədər çox adam icra eləsə eyni vaxtda daha sürətli şəkildə bitirirlər. Yəni, fəhlələrin sayı nə qədər artsa, eyni güclü fəhlələrin sayı nə qədər artsa, bir o qədər günün sayı azalacaq. Neçə dəfə fəhlə sayı artsa, o dəfə də iş günü azalacaq. Ona görə deməli, 4 fəhlə işi 9 günə qurtarıbsa, eyni işi neçə fəhlə yarım günə qurtarar deyirsə, deməli, fəhlələrin sayı mütləq şəkildə artıb. Artıb ki, bu işi sürətli görüblər, 2də 1 günə, yarım günə bitirilib. İndi 9 gündən 2də 1 günə neçə dəfə azalıb? 18 dəfə azalıb. 18 dəfə azalıbsa, deməli, fəhlələrin sayı neçə dəfə artıb? 18 dəfə artıb. 18 dəfə artıbsa yazırıq 72, yəni A variantı. Keçirik 48-ə. Gəldik indi. Qatar 78 km/saat sürətlə 5 km uzunluqlu tuneldən keçir. Qatarın uzunluğu 0.2 km olarsa, neçə dəqiqə sonra tam olaraq tuneldən keçər. İndi birinci gəlin 78 km/saatı birinci dəqiqəyə çevirməyə çalışaq. Niyə? Çünki biz bilməliyik ki, görəsən 1 dəqiqədə nə qədər bizim qatar hərəkət eləmiş olur. 78 km/saatı dəqiqəyə çevirmək istəyəndə, yəni neçə kilometr böl dəqiqə və yaxud da neçə metr böl dəqiqə eləmək istəyirəmsə, metr böl dəqiqə daha rahat olacaq. Kilometr metrə çevirəm. Bu nə deməkdir? Deməli 1 saatda 78.000 metr qət eləmiş olur. 1 saatımız 60 dəqiqədir. Deməli 60 dəqiqədə bizim qatar 78.000 metr irəliləyir. Bəs mənə maraqlıdır, bəs 1 dəqiqədə nə qədər irəliləyir? 1 dəqiqədə x. X-i tapmaq üçün nə edirsiniz? 78.000-i çarpaz olaraq 1-ə vurursunuz, bölürsünüz 60-a. 78-i 6-ya da böləndə eləyir 1300. Deməli, bizim qatarımız dəqiqədə 1300-lə gedir. 1300 metr yol gedir. İndi dostlar, 5 km uzunluqlu bir tunel var. Bax, bu tuneldir, elə düşünün. Qatarın burnu girdi bura. Qatarın uzunluğu 0.2 km, yəni 200 metrdir. Qatarın burnu bura gələndə, baxın, burun hissəsi burada 500 metr, 5000 metr hərəkət elədi. 5 kilometrlik bizim tuneldə. İndi dostlar, bizə deyir ki, qatar tamamilə çıxmalıdır. Bax, burun hissəsi çölə çıxanda bunun hələ öz uzunluğu var idi axı. 200 metrlik hissəsi hələ qalıb kənarda. Ona görə deməli bu 200 metrdə irəli getməlidir ki, qatar bütövlükdə çıxsın tuneldən. O səbəbdən əslində qatar bir növ 5200 metr irəliləmiş olur tuneldən tam çıxmaq üçün. Ona görə 5200 metri bölürsüz 1300 metrə ki, görək qatar neçə dəqiqəyə çıxmış olur. 5200-də 1300-ə böləndə verir bizə 4 dəqiqəni. Cavab oldu D variantı.
49. Şagird 23 qələm alsa 55 manat artıq qalar. 26 qələm alsa 10 manatı qalar. Şagirdin neçə manat pulu var? Rahat düşünək dostlar. Deməli, şagirdin pulunu bilmirəm mən. Amma bunu bilirəm rahatlıqla. Deməli, qələmin qiyməti x-dir. 23 qələm alsa bu nə qədər pul ödəyəcək? 23x. Həmin 23x plus 55 manat yazıram. Niyə? Çünki bizdə şagirdin cibində hələ 55 manat pul artıq qalır. Pulu y olsun. Bu y nəyə bərabər olacaq? 23-dən aldığı qələmin pulu üstə gəlinsin, artıq qalan qələmin pulu. 23x plus 55 oldu y. Bir də deyir ki, 26 qələm alsa 10 manat artıq qalar. Yəni bu nə deməkdir? 26 plus 26x üstə gəlinsin 10 da yenə y verəcək. Yenə bunu izah eləməyə başlasaq bu şəkildə deyin. Yəni yenə pul onsuz da eynidir də bunun. Bu pul yenə nəyə bərabər olacaq? 26 qələmin pulu üstə gəlinsin artıq qalan 10 manat. Artıq qalan 10 manat. Və bu şəkildə görürük ki, y bir buna bərabər oldu, bir buna. Bunları rahatlıqla tərəf-tərəfə bərabərləşdirəm. 23x üstə gəlsin 55 bərabərdir. 26x plus 10. Səbəb nədir? Çünki ikisi də y-dir. İkisi də y-ə bərabərsə, deməli özləri də bir-birinə bərabərdir. İndi buradan çıxır ki, 23x bura keçsə mənfiləşir. 26x çıxılsın 23x bərabərdir. 10 da bura keçsə mənfiləşir. 55 çıxılsın 10. 45 bərabərdir 3x-ə, x də bərabər olacaq 15 manata. Deməli, şagirdin neçə manat pulu var? Bunu istəyir bizdən. Şagirdin neçə manat pulu varsa götürəcəm x-i qoyacam bunların hansısa birinin yerinə. İndi qoyanda yerinə şagird görürəm ki 23 vurulsun x-in yerinə 15 plus 55 manat bu qədər pula malik olur. 23 15-ə vursam 230 o da 115 verəcək bizə 345. 345 plus 55 şagirdin deməli 400 manat pulu var. Yoxlayaq. 26x plus 10-da yoxlayaq dostlar. 26-nı vururam 15-ə üstünə gəlirəm 10-a. 26-nı 15-ə vuranda 390 eləyir. 390 plus 10 həqiqətən 400 manat eləyir. Deməli şagirdin pulu nə qədər imiş? 400 manat imiş. Və 50 nömrəli suala gəlirik. 50 nömrəli sual üçün yadda saxlayın bizim bir qaydamız var. Saat 06:12-ni göstərəndə onun əqrəblərinin arasındakı bucaq necə olacaq? Dostlar yadda saxlayın belə bir düstur var. Modulda 11D minus 60S bölünsün 2 bizə verir arada olan bucağı. D dəqiqədir, S isə saatdır. İndi 11 dəqiqə 12-dir. 11 vur 12 modulda çıxılsın. 60 vurulsun saatda neçədir? 6-dır. Bölünəcək 2. 11 12-yə vuranda 132 çıxılsın. 360 bölünsün 2. İndi 132-dən 360-ı çıxanda dostlar verir bizə 228-i. Sadəcə moduldadır deyə müsbət çıxacaq. 228 bölü 2 deməli dərəcəmizdə olacaq 114 dərəcə. Belə dostlar, ümid edirəm bu video sizin üçün faydalı oldu. Növbəti dərslərdə görüşmək ümidi ilə Allah'a emanet. Uğurlar hər birinizə.